Efirdə xəbərlərdir. Afrika və Azərbaycan universitetləri eyni sıralardadır. Times Higher Education Impact Ranking 2025 siyahısı açıqlanıb. Siyahıda Azərbaycanın 25 universiteti yer alıb. Lakin onlardan cəmi ikisi ortabab sayıla biləcək 400-600-cü yerlərdədir. Digər 2 universitet 800.000, 4 universitet 1000-1500, qalanı isə 1500 üstü sıralarında yer tutublar. Hansı ki bu sıralarda Nigeriya, Kenya kimi Afrika ölkələrinin də universitetləri sıralanıb. Mövzu ilə bağlı yerli medialara danışan sabiq deputat Etibar Əliyev bildirib ki, bu reytingdən görünür ki, Azərbaycan universitetlərinin mövqeyi ürəkaçan deyil. Bu reytinglərdə müxtəlif kriteriyalar nəzərə alınır. Xarici tələbələrin cəlb olunması, professor müəllim heyətinin məqalələri və məqalələrinə istinadların sayı, əmək bazarında məzunların iş tapmaları, universitetlərin rəqəmsal varlığı. Bizdə bir neçəsi istisna olmaqla əksər universitetlərin saytına baxsanız, görərsiniz ki, rektorun təbliğatı ilə məşğuldurlar. Universitet müəllimləri açıq mühazirələr keçirmirlər. Əksər universitetlər öz kitabxanalarını yeniləmirlər. Bunlar hamısı reyting təşkilatları tərəfindən izlənilir. Etibar Əliyev bildirib ki, yaxşı universitet, yaxşı müəllim, qabaqcıl proqramların tətbiqi deməkdir. Yeni, müasir dərsliklərin yazılmasında ciddi problemlər var. Tələbələr üçün istər dərslik, istər elmi kütlə və ədəbiyyatların tərcüməsində çox ciddi problemlər var. Universitetlərin laboratoriyaları köhnədir. Universitet tələbələrə bilik verməklə yanaşı tədqiqatlara cəlb etməlidir. Tənqidi düşüncə tərzini formalaşdırmalıdırlar. Universitetlərin əksəriyyəti maraqlı deyil ki, tanınmış alimlər mühazirələrə dəvət edilsinlər. Sizinlə mən Şahin Zeydov, Azərbaycan Yəhudi Mediası. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.